Soyuq əllər üstü ürək yarmarkasının çəkilişləri davam edir. Bugün daha öncə sınamadığım Patso adlı stenda yaxınlaşdıq. Burada çox fərqli, doyumlu fast food verilir. Üstü xırçıltılı çörək açılır. Souslar vurulur. Seçimə görə həm toyuqlu, həm sosiskalı seçə bilərsiniz. Daha sonra isə üzəri bol-bol kartof fri ilə doldurulur. Kartofun üzərinə də yenidən xüsusi əlviyyat vurulur, souslar vurulur. Sosiskalısı 6, toyuqlusu isə 7 manatdır. Çox fərqli dadı da xoşumuza gəldi, xüsusilə sosiskalı olan lap əla idi. Həm qiyməti münasibdir, həm də çox doyumludur, məsləhət görürük. Növbəti yaxınlaşdığımız stend isə tiramisu oldu. McDonald's tərəfdən girişdən elə düz solda yerləşir. Burada inanılmaz dadlı tiramisular verilir. Özü də düz 4 fərqli çeşiddə. Klassik, kokoslu, bananlı və dondurmalı. Biz klassik və dondurmalı seçdik. Klassik 8, kokoslu 9, bananlı 10, dondurmalı isə 11 manatdır. Həqiqətən də tiramisuya söz yoxdur. Çox dadlı idi. Porsiyası da olduqca böyükdür. 2 hətta 3 nəfər rahat yeyə bilər. Bir də burada sadə görünsə də dəhşət dadlı şokoladda bananlar verilir. Sadə şokoladlı 5 manat, üzəri fındıq, badam və şəkər dənəcikli isə 6 manatdır. Sadə dondurma isə burada 3 manatdır. Çox dadlıdır bu arada. Daha öncə də paylaşdığım Baku Tridelnikin stendi məhz buradır. Növbəti haranı sınayım? Aşağıda mütləq qeyd edin.